Word 2019 proqramını izah edəcəm. Əvvəlcə gəlin öyrənək ki, mətn proqram prosesorumuzdan biri olan Word-ü hansı yollarla aça bilərik. Baxın, birinci start menümüzdən. Start menümüzün ümumiyyətlə yadımıza salaq ki, 3 dənə paneli var. Orta, sağ, sol panelimiz. Sol panelimizdə nələr var idi? Bizim 5 dənə elementimiz var idi. Orta panelimizdə quraşdırılmış və yaxud sonradan quraşdırılmış, yəni əvvəlcədən quraşdırılmış, yəni buna standart proqramlar da deyirik və yaxud sonradan quraşdırılmış, yəni özümüz endirdiklərimiz nə olur? Bu orta panelimizdə əks olunur. Sağ panelimizdə nələr var idi? Sağ panelimizdə də həmin proqramların eskizləri görsənirdi. İkinci yolumuz desktop, yəni iş masasında hər hansı bir Word faylının üzərinə 2 dəfə klik etməklə, mausun sol düyməsi ilə və yaxud həmin Word faylın qısa yolunu nə etməklə, bir dəfə klik etməklə açıla bilər Word proqramımız. Üçüncü yolumuz tapşırıqlar panelində və yaxud məsələlər panelimizdə və yaxud taskbarımızda bərk edilmiş, yəni sabitlənmiş Word proqramımızın piktogramının üzərinə vurmaqla. Dördüncü isə WinR düyməsini sıxmaqla və orada açılan pəncərədə Win Word vurub OK düyməsini, yəni OK düyməsini və yaxud Enter düyməsini vurmaqla nə edə bilərik? Biz yaddaşda, daha doğrusu Word proqramımızı aça bilərik. Növbəti hissəmiz gəlin danışaq nədən? Word proqramımızda əsas obyektlərdən, anlayışlardan, ümumiyyətlə bu əsas obyektlərdən bir-iki dəfə qəbul imtahanlarına sual düşüb, bir dəfə Calendar tool nədir düşüb, bir də ki haşiyə nədir kimi suallarımız düşüb. Simvol ümumiyyətlə minimal, yəni belə deyək də Word-ün minimal obyekti simvol adlanır. Ümumiyyətlə baxın, Calendar tool nədir? Calendar tool indi mən sizə insert link tabımızda daha geniş başa salacağam. Bölmədə yenə də home link tabımızda daha geniş başa salacağam. Ümumiyyətlə siz Word proqramının genişləməsinin nə olduğunu bilməlisiniz. Biz sizlə Windowsda, yəni Windows əməliyyat sistemini keçəndə əvvəlcə mən sizə fayl anlayışını izah etdim. Fayl anlayışında nə dedik? Dedik nöqtəmiz var. Nöqtənin sol tərəfi və nöqtənin sağ tərəfi. Nöqtənin sol tərəfimizdə bizim qoyduğumuz adlar ola bilər, yəni istənilən ad. Sağ tərəfi isə əməliyyat sistemi tərəfindən qoyulan ad olmalıdır. Yəni ad da deyəndə genişlənmə. Məsəl üçün PPTX yazsa və nöqtə PPTX bu ümumilikdə bizim nəyimiz adlanır? Genişlənməmiz adlanır və yaxud faylın tipi və yaxud faylın uzantısı adlanır. Yəni bu bilinir ki, hər hansı mənim yaratdığım fayl PowerPoint-də yaradılıb. Yəni PowerPoint proqramında yaradılıb. İndi doc olan zaman təbii ki, Word faylında yaradıldığı bilinəcək. Ümumiyyətlə Word proqramında mənim yaradılmış sənədim susmaya görə, yəni mən sənədimə ad qoymasam, susmaya görə dokument 1 kimi save ediləcək, yəni yadda saxlanılacaq və susmaya görə şriftimiz kalibri. İndi bunları onsuz font lent qrupumuzda nə edəcək? Daha ətraflı izah edəcəm. 11 bizim susmaya görə şriftimizin ölçüsüdür. Şriftin intervalı 8-72 aralığındadır. Ümumən isə mən sizə dərsdə onsuz bildirdim ki, yəni göstərdim ki, 1638 aralığında olmalı. Yadınızdadırsa mən dərsdə 1639 yazdım və qarşımıza qadağa pəncərəsi deməyim, xəbərdarlıq pəncərəsi çıxdı ki, siz 1 və 1638 aralığında ədəddən istifadə etməlisiniz. Sonra keçdik buradan başqa bir hissəmizdə. Baxın, bu da ümumilikdə Word proqramımızın necə deyirlər, pəncərəsidir və burada cəld müraciət panelimizdə dedik ki, susmaya görə 3 dənə bizim nəyimiz olur? Əmrimiz olur və burada aşağı istiqamətlənmiş, necə deyirlər, 3 bucağı vuran zaman başqa əmrlərimizi də dərsdə də göstərdim ki, open-dır, print-dir və digər əmrlərimizi nə edə bilərik? Aktivləşdirə bilərik. Yəni quick access toolbar, yəni cəld müraciət panelimizə əlavə edə bilərik. Başlıq sətrimizdə dedik ki, başlıq sətrində nə olur? Başlıq sətrində bizim sənədimizin adı olur. Sənədimizin də adı susmaya görə document 1 olur. İndi mən burada ikinci sənəd yaratdığım üçün burada document 2 nə olub? Adı yazılıb. Ribbon yığma düyməsi, indi bunu onsuz növbəti slaytda izah edəcəm. Baxın, lent qruplarımızdır. Ümumiyyətlə bu home-dur, insert-dur, draft-dur, design və digərlərimiz lent tablarımızdır. Fayla biz menu, düymə və yaxud ona da tab deyə bilərik. Əsasən fayl menumuz yəni gedir. Sonra burada fontun, clipboardun, paragrafın daxilində olan əmrlərimiz, yəni bunlar isə elə adından da göründüyü kimi indicə də dedim ki, nədir bizim əmrlərimizdir. Və bu da mətn kursorumuzdur. Yəni kursorda deyəndə mausun göstəricisi nəzərdə tutulur. Bu da şaqil və üfüqü fırlatma çubuğumuzdur. Ümumiyyətlə aşağı hissədə baxın burada mən page 1 of 1 nə deməkdir? Yəni burada mən ümumilikdə sənədim bir səhifədən ibarətdir və bir səhifənin mən birinci səhifəsindəyim. Əgər page burada nə yazılsa 2 of 6. Bu nə deməkdir? 6 səhifəm var mənim cəmi. Mən 6-cı, yəni 6 səhifəli sənədin neçənci səhifəsindəyəm? 2-ci səhifəsindəyəm deməkdir. Ümumiyyətlə susmaya görə burada 3 dənə görünüş rejimimiz var. İndi növbəti videoda bunu daha geniş nə edəcəm, sizə izah edəcəm. Miqyas da bilirik ki, Word-də neçədir? Minimum 10-dur, maksimum isə 500%-dir. Və standart olaraq neçədir? Standart olaraq isə bizim 100%-imizdir. Bu da belə. İndi keçək, baxın burada onsuz izah elədim orada dediklərimi, amma yenə də baxaq. Undo Ctrl Z-dir, Redo Ctrl Y-dir, baxın. Save Ctrl S-dir. Ümumiyyətlə burada bizdə başlıq sətrin sağ tərəfində ribbon, yəni lent interfeysini nə etmək, belə deyək, idarə etmək üçün bizim düyməmiz var. 3 dənə düyməmiz var. Baxın, Auto Hide Ribbon yalnız belə deyim də, lent tablarını gizlədir avtomatik olaraq. Bu həm əmrləri, həm də ki tabları göstərir. Bu isə yalnız lent tablarını göstərir. Yəni bunları da bilməlisiniz. Və bu tiplərdən sual düşmüşdü qəbula. Yəni bir neçə dəfə qəbula sual düşüb. Baxın, bu pəncərəni bağlamaqdır. Yəni bunun qısa yolu bizdə Ctrl nədir? F4-dür. Restore bir də var Maximize. Maximize olanda baxın gördüyünüz kimi burada nə olur? Adi kvadrat olur. Və Restore olanda nə olur? İç-içə kvadrat olur. Yəni iç-içə kvadrat olanda balaca şəkildə edir pəncərəmizi. Bu maximize nə deməkdir? Böyütmək deməkdir. Yəni hər hansı bir Word pəncərəmizi nə edir? Böyüdür. Minimize isə tapşırıqlar panelinə baxın, taskbar nə deməkdir? Tapşırıqlar panelimizə göndərir. Sonra bizdən ümumiyyətlə Alt və F10 düymələrimiz bu ribbonda, yəni lent interfeysində bizə nəyə lazımdır? Onu sizə deyim. Baxın burada gördüyünüz kimi paste-in üzərində F hərfi var, cat-in üzərində H hərfi var. Sonra bu bullet, yəni bizdə nömrələnməmiş siyahını yaratmaq üçün M hərfi var və digər hərflər. Bunlar nə üçündür? Baxın, bir var siz həmin əmrləri icra etmək üçün gəlib bu əmrlərin üzərindən vurasınız. Bir də var ki, klaviatur, yəni əmrlərdən istifadə etməməklə daha doğrusu klaviaturadan Alt və F10-u vurmaqla nə edirsiniz? Siz bu hissəni açırsınız, yəni bu tip pəncərəni açırsınız və açdıqdan sonra alt düyməsini sıxılı saxlayaraq istədiyiniz hərfi vurursunuz. Yəni isə M hərfini vursaz bunu açacaq, S hərfini vursaz baxın bu hissəmizi açacaq və yaxud H-ı vursaq cat əmrini aktiv edəcək. Bu da belə. Sonra Ctrl F1 bizdə dərsdə də göstərdim sizə ki, nədir? Ribbon nə deməkdir? Yəni lent interfeysini gizlətmək və yaxud göstərmək üçündür. Bu da belə. Sonra keçdik Word ümumiyyətlə proqramımızda bizim lent qruplarımız, tablarımız var. Gəlin əvvəlcə tablarla tanış olaq. Ümumiyyətlə bizdə Word-da çoxlu belə deyim də
lent tablarımız var. Sadəcə əsas sizə lazım olanlar bunlardır deyə bunlar haqqında izah verəcəm sizə. Gəlin birinci başlayaq fayl menümüz dedik axı. Faylimizdə həm menu, həm düymə, həm də tab deyə bilərik. Əsasən menu sözü işlədilir faylla. Yəni fayl bizim bir menümüzdür. Ümumiyyətlə mən dərsdə də dedim ki sizə, yəni Word 2010 versiyasında kateqoriya və əmrlər arasında xüsusi görünüşdə fərq edirdi. Yəni birinin qarşısında piktoqram var idi, birinin yox idi. Amma artıq gördüyünüz kimi Word 2019-da bu necə deyirlər, artıq fərq yoxdur heç biri arasında. Home da burada nəyə diqqət yetirəcəksiniz? Biz son istifadə olunmuş faylların sayını option bölməsinə daxil olaq 1.50 aralığında dəyişə bilərik. Son istifadə olunmuş nə deməkdir? Yəni biri var, tutaq ki hər hansı bir Word-də sənəd yaradırsınız. Siz o sənədi yaratmamışdan əvvəl bir neçə sənədlər yaratmısınız. Yəni son istifadə nə deməkdir? Son açdıqlarınız. Yəni son açdıqlarınızı, yəni özünüz məhdudiyyət qoya bilərsiniz ki, mənim neçə dənə açdığım nə pəncərə, yəni sənədim nə etsin, həmin o açılmış pəncərədə görsənsin. Yəni 1.50 aralığında nə edə bilərsiniz? Seçim edə bilərsiniz. New nədir? New Control N-dir. Ben dərsdə də göstərdim. Boş sənəd yarada bilərik və yaxud orada şablonlar var. O şablonlardan da istifadə edib nə edə bilərik? Demək sənədimizi gözəlləşdirə bilərik. Open nədir? Open Control O-dur qısa yolu, yəni düymə kombinasiyası ola bilər düşsün. Yəni ümumiyyətlə Word-də mən dərsdə də dedim ki, düymə kombinasiyası da düşə bilər, lent tablarından da sual düşə bilər, lent qruplardan da və yaxud şəkil formasında düşə bilər. Deyir bu hansı lent qrupudur, hansı lent tabıdır və yaxud nə düşə bilər? Və yaxud doğru mülahizələri seçin, yanlış mülahizələri seçin. Yəni bu tipli suallarınız və yaxud print məsələsi, qoltuq məsələsi falan düşə bilər. Info nədir? Open ümumiyyətlə dedik ki, nədir? Hər hansı bir faylımızı açmaq üçündür. Info is protect document, yəni sənədimizə parol qoya bilərik. Bir də sənədimizi read only edə bilərik. Yəni yalnız oxumaq üçün redaktə etmək olmasın. Save as yaddaşda saxlamaqdır. F12 save as-in qısa yoludur. Burada ad, tip, yerini dəyişmək, bir də parol qoymaq olar. Bunları da dərsdə izah etmişdim. Və bir də qaldı print. Printdə dedik ki, bir vərəqimizdə maksimum neçə səhifə çap edə bilərik? 16. Bəs minimum 1. Yəni bunları siz bilməlisiniz. Bu Word-a aiddir. İndi PowerPoint-da biz 16 olmayacaq, 9 olacaq. Sonra keçdik share. Şey nədir? Paylaşmaq deməkdir. Sonra bu exportda, exportda və ki save as pəncərəmizdə biz faylımızın formatını, yəni genişlənməsini dəyişə bilərik. Close Ctrl F4-dür. Bunlar isə yəni adi, yəni o qədər də izah olunmağa, yəni bir necə deyirlər, yəni izah olunmağa ehtiyac yoxdur. Adi başa düşdüklərinizdir. Optionsdakı parametrləri tənzimləmək üçündür. Yəni biz optionsdan əsas tablarımıza baxa bilərik, əlavə tablarımıza baxa bilərik, müəyyən əmrlər daxil edə bilərik, müəyyən əmrləri silə bilərik. Sonra print əmrimiz, print ümumiyyətlə, yəni bu haqqda geniş danışaq. Print all page əmri nə deməkdir? Bütün səhifələrin çap olunması deməkdir. Print selection bunu mən dərsdə də göstərdim. Hər hansı bir söz yazdım, tutaq ki info sözü yazıram və seçim etmək üçün mən indi tutaq ki seçim etdim. Mən bunu yaşılla işarə elədim. Yəni tutaq ki seçim etdim, yəni seçdim info sözünü. İnfo sözünü seçəndən sonra və Ctrl P-ni vurub, axı dedik, Ctrl P-yi vuran zaman nə açılır? Print pəncərəsi açılır. Və o zaman burada gördüyünüz kimi deaktivdir. Amma mən Ctrl P və seçilmiş söz təbii ki seçib, ondan sonra Ctrl P vursam, bu print selection boz rəngdə olmayacaq, tünd rəngdə olacaq. Yəni boz rəngdə olmağının səbəbi nədir? Aktiv olmaması deməkdir. İndi mən bunu seçib, sözü seçib Ctrl P-ni vursam nə olacaq? Print selection aktiv olacaq, yəni tünd rəngdə olacaq. Sonra custom print nədir? Bu da dedik ki, custom printdə bizə nə verir? Current page deyim, sonra custom printə keçək. Current page bizdə cari səhifə deməkdir. Yəni ümumiyyətlə məsələlərdə current page görən kimi onsuz mən sizə izah atmışam print məsələlərini. Yəni avtomatik olaraq biz kopya sayını götürürük. Yəni biri vururuq, kopya sayı 3-dürsə cavabımız avtomatik olaraq 3 olacaq. Yəni sizin beyninizi qarışdırmamaq üçün mən ona görə həmişə tələbələrimə deyirəm ki, nə etməlisiniz? Current page, yəni cari səhifə görən kimi avtomatik olaraq kopya sayını götürməlisiniz. Custom print nədir? Custom print belə izah verim də sizə. Baxın, belə bir aralıqdır. Yəni bizə belə bir pəncərə açır. Yəni aşağı hissədə olur. Məsəl üçün yazırıq 4, 10, vergül qoyuram 11, vergül qoyuram 13-cü səhifə. Nə deməkdir bu? Yəni mənim tutaq ki, hər hansı bir səhifəm var, sənədim var daha doğrusu. O sənədimdə mən 4-10 aralığında olan səhifələri çap etmək istəyirəm. 11-ci səhifəni çap etmək istəyirəm, bir də 13-cü səhifəni nə etmək istəyirəm? Çap etmək istəyirəm. 4-10 aralığında olan səhifəni çap etmək istəyirəm, 11-ci səhifəni çap etmək istəyirəm, bir də 13-cü səhifəni çap etmək istəyirəm. Ümumiyyətlə siz 4-10 aralığında olan səhifələri tapmaq üçün siz 10-dan 4 çıxıb üzərində 1 gəlməlisiniz. Bir dəqiqə. Aha. Demək nə dedik? 4-dən 10 çıxıb, daha doğrusu 10-dan 4 çıxıb üzərində 1 gələcəksiniz. 10-dan 4 çıxanda necə qalır? 6, 6-nın üzərində 1 gələndə elədi bizdə 7. 11-ci bu 11 bizdə səhifənin nömrəsi deməkdir. Yəni bir səhifəmiz sayılır. Bu 13 də bir səhifə deməkdir. Yəni bizim cəmi neçə dənə səhifəmiz oldu? 9 dənə səhifəmiz. Demək biz maksimum, yəni bu aralıqda verilənin 9 dənə səhifəsini nə etməliyik? Çap etməliyik. Sonra bizdə var odd page, even page. Odd page deyəndə cüt səhifələri çap etməkdir. Even page isə tək səhifələri çap etməkdir. Bunları onsuz mən video izahını sizə atmışam. One side 100-lü, bu side 200-lü çıxması deməkdir sənədimizin. Sonra keçdik növbəti hissəmiz. Collated, uncollated izah etdik. Collated nə oldu? Collated ardıcıl şəkildə, yəni səhifələrin çıxarılmasıdır. Kopya sayına uyğun olaraq. Uncollated isə kopya sayına uyğun olaraq bir səhifədən kopya sayı qədər çıxartmaqdır. Yəni əgər bizim 3 dənə kopyamız varsa, 3 dənə kopya çıxartmaq istəyirsə, 3 dənə 1 çıxardacaq. Yəni birinci səhifəni, 3 dənə ikinci səhifəni, 3 dənə üçüncü səhifəni və yaxud 4, 5 belə davam eləyəcək. Sonra Purchase nədir? Purchase artıq bir səhifədə neçə, baxın onsuz burada şəkili də var. Yəni bir səhifədə neçə, daha doğrusu bir vərəqdə neçə səhifənin çap edilməsini nə etməkdir? Bizdə göstərmək üçündür. Sonra keçdik növbəti hissəmizə. Demək bunu da izah etdik. Kopya sayımız nə deməkdir? Kopya sayımız hər bir də burada Purchase-də nəyimiz var? Əgər tutaq ki biz cavabı məsəl üçün necə deyək 5,6 alsaq, tutaq ki də cavabı. O bunu zaman biz yuvarlaqlaşdırıb nə götürürük? 6 götürürük. Niyə? Belə izah verim ki sizə biz vərəqi, yəni bizə vərəq verəndə onu kəsib bizə vermirlər. Onu tam verirlər. Düz deyil? O yüzden biz tam yuvarlaqlaşdırıb tam ədəd götürməliyik. Copy nədir? Təbii ki, kopyaların sayı deməkdir. Yəni bir sənədimizdə neçə nüsxə çıxarılsın. Növbəti hissəmiz home link tabıdır. Home link tabını ümumiyyətlə var lent qruplarımız. Lent qruplarımız hansılardır? Gəlin nə edək? İzah eləyək. Birinci clipboard lent qrupudur. Burada paste Ctrl V-dir. Yəni yapışdırmaq. Cat Ctrl X-dir.
Onsuz bunlar slaydın necə deyirlər, sonunda var. Yəni düymə kombinasiyalarında var. Yenə də yazım. Kopya sayımız nədir? Kopya sayımız isə Ctrl+C hərfidir. Format Painter dedik nədir? Format Painter bizdə hər hansı bir mətnin formatı digər mətnə köçürməkdir. Bunu da dərsdə izah edirəm. Tutaq ki, bir info sözü yazaq. Infonun arxa fonunu ya da infonu qırmızı ilə yazıram mən və yaxud arxa fonunu yaşılla tutaq ki, işarə elədim. İndi bir dənə də nə sözü yazaq? Tutaq ki, bir dənə də müəllim sözü yazaq tutaq ki. Bu müəllim sözünü də mən istəyirəm ki, yaşılla işarə edeyim. Yəni istəmirəm də bir də vaxtım getsin. Bunun üçün mən gəlirəm bu mənim işarə elədiyim yaşıl işarənin üzərinə və yaşılı yəni aktivləşdirdikdən sonra, yəni arxa fonun yaşıl olduqdan sonra mən Format Painteri vururam və Format Painteri vuran zaman belə bir, yəni dərsdə də göstərmişdim, nə açılır? Süpürgə işarəsi. İndi süpürgə işarəsini belə bir tutaq ki, bu bir süpürgədir, tutaq ki, belə bir şey. Yəni bu süpürgə işarəsi yaranır və süpürgə işarəsini mouse'un vasitəsilə gətirib bu müəllim sözünün üzərinə bir dəfə klik etsəm, nə edəcək? Müəllim sözünün arxa fonu nə olacaq? Yaşılla rənglənəcək. Bu da oldu bizim nəyimiz? Format Painterimiz və Format Painter baxın, mübadilə buferinə düşür. Mübadilə buferinin də qısa yolu nə idi? Yadımıza salaq. Mübadilə buferinin qısa yolu V idi. Yəni bunu Windows'da nə etmişdik? Keçmişdik. Mübadilə buferində maksimum 24 obyekt saxlaya bilərik. 25-ci obyekt olsa hara düşər onu deyim sizə. Yəni 25-ci obyekti əgər biz kət və yaxud kopya etsək, birinci obyektimiz silinəcək, onun yerinə gəlib duracaq 25-ci obyektimiz. Əgər 26-cı obyekt olsa, ikinci obyektimiz silinəcək, 26-cı obyektimiz gəlib duracaq ikinci obyektin yerində. Sonra baxaq bizdə susmaya görə kalibri, susmaya görə ölçümüz, şriftimizin ölçüsü 11 olacaq. Sonra uyğun olaraq şrifti böyütmək, kiçiltməkdir. Registri dəyişməkdir. Bunlara baxın, burada hamısının izahını vermişəm və dərsdə də hamısını göstərdim. Bu formatı silməkdir, yəni əvvəlki vəziyyətinə qaytarmaqdır mətnimizi. Sonra qalın, kursiv, altdan və xətt çəkmək, üstündən xətt çəkmək. Bunların da hamısını baxın. Burada nələrini, qısa yollarını nə etmişəm, göstərmişəm. Sonra indeks, subskripti, qüvvət, superskripti bunlarına baxın. Qısa yollarını nə etmişəm, göstərmişəm. Mütləq şəkildə əzbərləməlisiniz. Yəni bayaq da dediyim kimi Word-dən nə düşə bilər? Düymə kombinasiyaları düşə bilər. Sonra burada bunları bilməlisiniz. Yəni bunlar nədir? Mətn fraqmentin vacib məqamlarının qabardılması üçündür. Yəni arxa fonu bayaq dedim, yaşılla işarə eləmək, yaşılla bürümək belə deyək. Budur. Bu isə mətnin rəngini dəyişməkdir. Yəni bu sətirlərlə işləyəndir. Bu isə mətnlə işləyən bizim nəyimizdir? Əmrimizdir. Sonra keçdik növbəti hissəmiz. Növbəti hissəmiz paragraf lent qrupudur. Ümumiyyətlə sual düşər ki, abzasların nömrələnməsi hansı lent qrupumuzdan həyata keçirilir? Cavab olaraq nə deyəcəksiniz? Paragraf lent qrupu. Bəs yaxşı, bu paragraf lent qrupumuz harda yerləşdi? Hansı tabımızda? Home tabımızda nə etdi? Yerləşdi. Sonra bu sol boşluğu artırıb azaltmaq üçün istifadə olunandır. Əlifba sırası ilə A-dan Z-yə və yaxud Z-dən A-ya düzməyimizdir. Sonra burada baxın bu işarəmiz var. Bu da görünməyən, yəni çap zamanı görünməyən simvolların nə edilməsidir, göstərilməsi üçündür. Bu sola, onsuz bunlara baxın. Sola yəni burada da yazaq. Ctrl+L-dir. Orta kontrol, yəni mərkəzimiz Ctrl+Y-dir. Sağdan istiqamətləndirmə Ctrl+R-dır. R nədir? Right. Yəni ingiliscə right nə deməkdir? Sağ deməkdir. Oradan yadda saxlaya bilərsiniz. Bir də tam düzləndirmə var. Tam düzləndirmə də Ctrl+J hərfidir. Yəni baxın bu. Ctrl+J hərfidir. Yəni bunu o biri əvvəlki slaydda nə etmişdim? Qeyd etmişdim onsuz. Sonra Styles lent qrupumuz var. Bu lent qrupumuzda əsasən yəni mündərcət falan hazırlayan zaman bizdə istifadə olunur. Editing lent qrupumuzu onsuz izah etmişəm mən sizə. Editing lent qrupumuz Ctrl+F hər hansı bir sözü mətndə tapmamız üçündür. Ctrl+H hər hansı bir sözü istədiyimiz sözlə əvəz etməyimizdir. Go to pəncərəmiz Ctrl+G-dir, qısa yolumuz və burada yadınızdadırsa ona aid onsuz mən Telegram kanalında yerləşdirmişəm. Baxın, plus x-imiz var, minus x-imiz var, bir də adi x-imiz var. Yəni bu x deyəndə hər hansı bir ədədimiz və yaxud rəqəmimiz nəzərdə tutulur. Sonra keçdik növbəti hissəmiz insert lent tabı. Insert lent tabında baxın, cover page, blank page, bir də page break. Bunların fərqini nə etməlisiniz, bilməlisiniz. Cover page ön səviyyə şablon. Baxın, istəyir, yəni tutaq ki 4 səhifəli bir sənəddir. Mən 3-cü səhifədəyəm. 3-cü səhifədə olan zaman mən cover page-i vururam. Yəni cover page-in üzərində bir dəfə klik edirəm və açılan pəncərədə şablondan birini seçirəm. Seçdikdən sonra mən 3-cü, yəni kursorum 3-cü səhifədə olmasına baxmayaraq, mənim şablonum hara düşəcək? 1-ci səhifədə olacaq. Yəni bunun fərqini nə etməlisiniz, bilməlisiniz. Sonra blank page var. Blank page-dəki yeni sənədə yeni bir boş səhifə əlavə etməyimizdir. Page break bunun qısa yolu Ctrl+Enter-dir. Yadınızda saxlayın. Boş qalan hissəni buraxaraq növbəti səhifəyə nə etməkdir? Keçid etmək deməkdir və burada da şəkillərini əlavə etmişəm. Tables lent qrupu nədir? Tables lent qrupu bizdə cədvəllərlə işləmək üçün nəzərdə tutulmuş bir lent qrupumuzdur. Piksel şəkillərlə işləmək üçündür. Online piksel bizdə təbii ki online nə olacaq? Online açılmış bir pəncərədə online biz şəkillərimizi, yəni mövzusunu yaza bilərik, o mövzuya aid şəkillərimizi tapa bilib sənədimizə yerləşdirə bilərik. Shapes figurlar deməkdir və bunları onsuz nə etməlisiniz? Yəni o qədər də burada izah olunacaq, məncə heç nə yoxdur. Yəni bunu siz aydın başa düşmüsünüz. Əsas sizə vacib olan hissələri mən izah edəcəm. Yəni düzdür, bunlar da vacibdir. Sadəcə daha çox izaha ehtiyac olan hissələri izah edəcəm sizə. Sonra add incident qrupumuz var. Burada yəni Wikipedia və yaxud digər bizim öz kitabxanamızda olan hər hansı bir sənədi və yaxud linki nə edə bilərik, daxil edə bilərik. Online video nədir? Online video təbii ki adından da göründüyü kimi, yəni online olaraq biz videonu daxil edə bilərik. Yəni sənədimizə online hər hansı bir açılmış pəncərədə bir mövzu yazırıq və yaxud dediyim kimi hər hansı bir videonu seçib sənədimizə daxil edirik. Comments-lə links lent qrupumuz var. Ctrl+K-dır. Bunu da yadınızda saxlayın qısa yolunu. Ctrl+K hər hansı bir xüsusi mətnə keçiddir. Yadınızdasa mən dərsdə sizə göstərdim. Yəni ümumiyyətlə faylımızın tam yolu deyəndə nə nəzərdə tuturuq? Hər hansı bir diskimiz, siləşlərimiz, əsas qovluğumuz, yəni buna baş qovluq deyirik, baş kataloq və yaxud qovluq. Sonra yeni siləşimiz, hər hansı bir yenə alt qovluğumuz. Bir də faylımızın əsas hissəsi. Yəni faylımızın adı, daha doğrusu adda deyəndə nöqtə var, nöqtənin sağ tərəfi və sol tərəfi nəzərdə tutulur. Sonra bookmark nədir? Bu da əlfəzin kimi bir şeydir. Yəni əlfəzini biz niyə istifadə edirik? Yəni kitabda hər hansı bir hissə yadımızdan çıxmasın deyə əlfəzini istifadə edirik. Cross references çarpaz istinadlı, əsasən həndəsədə, əsasən yəni müəyyən fizikada falan, yəni şəkillərlə, cədvəllərlə bağlı, yəni bir-biri ilə əlaqələndirmə, yəni şəkillə cədvəli əlaqələndirmək üçün istifadə olunan bir əmrimizdir. Comments lent qrupu imtahanda düşmüşdü. Comments lent qrupu bir insert da var, yadınızda saxlayın. Insertdə olanda baxın təkcə şəkildə var, yəni yalqızdır. Amma reviewdə olan isə yanında, yəni belə deyək, başqa digər əmrlərimiz də var. Bu da belə text box nədir? Text box
box bizdə baxın yenə bir pəncərə açılır. Bu pəncərədən istədiyimiz şablonu seçib üzərində öz düzəlişlərimizi edə bilərik. Word bir dəfə qəbula düşmüş bir sualdır. Xüsusi formalı yazılı daxil etmək üçün istifadə olunandır. Drawcap dedik, romanlarda əsasən nağıllarda biri vardı, biri yoxdur. Bu hərf həmişə nə olurdu? Böyük hərflə yazılırdı. Baxın, bu funksiya ilə həyata keçirilir. Müəllifin imzasını sənədə daxil etmək üçündür, tarix, saat daxil etmək üçündür. Bu iyun imtahanda düşmüşdü. Yəni mən tutaq ki, Word proqramdayam, yəni hər hansı bir sənəd yaradıram. Mən istəyirəm ki, Excel sənədini Word-ə daxil edeyim. Yəni həm Word-də işləyim, həm də ki Excel-də işləyim paralel anda. Bu OLE texnologiyamızda adlanır. Yəni bu zaman mən obyektdən istifadə edirəm. Obyektdə hansı link qrupundadır? Text. Text hansı tabdadır? Insert neyimizdadır, tabımızdadır. Bu da belə. Sonra keçdik symbols lent qrupuna. Symbols lent qrupumuzda ümumiyyətlə equation müxtəlif riyazi ifadələr, yəni ümumiyyətlə disturlarla bağlıdır. Simvol isə klaviaturada olmayan simvolları nə edir? Bizə əks etdirir, yəni göstərir. Dizayn lent tabımızda əsasən sizə lazım olan hissəmiz page background qrupudur. Bu su nişanı əlavə edir, onsuz burada qeyd etmişəm. Sonra yəqin ki, fikir vermisiniz. Mən sizə sınaqlar atanda mövzu sınaqları, ümumi sınaqlar indi atacağam. O sınaqları atan zaman, yəni mövzu sınaqlarında onsuz mən sizə atıram. Demək, mövzu sınaqlarını atan zaman yəqin ki, görürsüz ki, mən orta hissədə öz adımı yazmışam. Baxın, bu funksiya ilə nə etmişəm? Həyata keçirmişəm o hissəni. Page color nədir? Page color artıq bizdə sənədimizin, yəni ümumilikdə bütün səhifələrin rəngini dəyişməkdir. Page border isə kənarlıqların nə etməkdir? Ya qırıq-qırıq xətlərlə, ya dalğalı xətlərlə necə deyirlər, gözəlləşdirilməsidir. Drop link tabımız bu da burada da hamısını nə etmişəm? Dərsdə bir-bir göstərdim sizə. Sonra gəlin bir dəqiqə. Demək, sonra nəyə izah edir? Layout lent tabımızda. Layout lent tabımızda əsasən bu lent tabı üzərindən çox suallar düşür. Page setup lent qrupumuz var. Page setup lent qrupunda margin, səhifənin kənar boşluqlarını dəyişmək üçün, tənzimləmək üçün istifadə olunur. Orientation, səhifəni kitab və yaxud albom formasına göstərməyə imkan verir. Size bizdən mətnin vərəqini, yəni A4 mi olsun, A3 mi olsun, A5 mi olsun, yəni onları seçmək üçündür və enimiz 55,87, minimum isə 0,25 sm ola bilər. Sonra keçirik növbəti hissəmiz. Kolumn səhifəni bir və yaxud bir neçə sütuna bölməkdir. Yəqin ki, testlərdə görmüsünüz, Çaynet olsun, magistral olsun və yaxud digər testlərdə sağ tərəfdə də test var, sol tərəfdə də test var. Baxın, bu əmr vasitəsilə nə edib, həyata keçirilir. 1x, baxın, layoutda da var, yadınızda saxlayın. Bir də insertimizdə də keçdik. Orada izah edeyim, burada aiddir. Line numbers belə deyək də, sətirlərin nömrələnməsidir. Yəni sətirlərin nömrələnməsi hansı lent qrupu? Page setup. Bu page setup harda yerləşdi? Layout lent tabımızda nə etdi? Yerləşdi. Sonra paragraf lent qrupumuz bir homedadır, yadınızda saxlayın. Bir də hardadır? İndi keçdiyimiz layoutdadır. Yəni bunlar da tələbələr qarışdırır, bilmir harda nə var. Ona görə də çox vaxt bu tiplərdən sual sala bilirlər. Pozisiyon nədir? Obyektin yerləşəcəyi mövqeyi dəyişməkdir. Wrap text mətnlə şəkil arasında qarşılıqlı əlaqədir. Yəni mətnin hansı hissədə durması, şəklin hansı hissədə durmasıdır. Bring forward state, yəni bunları send back word, bunları hamısını izah etmişdim sizə. Yəni arxaya aparılması, obyektin önə gətirilməsi, eləcən obyektlərin yerini dəyişməkdir, düzləndirmək, yəni sol tərəfdə, sağ tərəfdən mərkəz, sonra yuxarı aşağı düzləndirməkdir. Qruplaşdırma işidir. Rotate 90 dərəcə dönmədir. Şaqil və üfüqi dönmələrimiz nə var? Bu kimi əmrlərimiz var. Reference də bizdə mündəricət yaratmaqdır. Mündəricatı nə etməkdir? Güncəlləşdirmə işini apara bilərik. Sonra ümumiyyətlə bu referansın siz çalışın göz yaddaşınızda yadda saxlayın, yəni şəkilləri falan. Ola bilər şəkil düşər, deyər ki, hansı lent qrupumuza aiddir. Melix lent qrupumuzda o qədər də istifadə olunmayan bir lent qrupumuzda. Əsasən keçirik növbəti review. Yenə də review'unu da göz yaddaşınızda nə etməlisiniz? Yadda saxlamalısınız. Yəni burada da spelling, qrammatik, orfoqrafik səhvlər, baxın. Orfoqrafik səhvlər qırmızı dalğalı xətlə, diqqətli olun. Qrammatik səhvlər isə göy qoşa xətlərlə nə edilir? Göstərilir. Tezarus nədir? Bu sinonim pəncərəsinin açılmasıdır. Shift F7-dir. Qrammatik orfoqrafik səhv F7-dir. Onsuz qeyd etmişəm. Word count-u biz 2 hissədən aça bilərik. Yəni belə deyək, sözlərin statistikası. Bir review'dan aça bilərik. Bir də ki, status barımızda Word sözü yazılıb bilirsiniz ki, Word sözünün üzərində bir dəfə klik etməklə belə bir pəncərə açılır. Bu pəncərədə nələr olur? Paragrafların sayı olur, abzasların sayı olur və yaxud paragrafda deyə bilərik. Sonra sətirlərin sayı ola bilər, sözlərin sayı ola bilər və digər kimi elementlər nə ola bilər? Əks oluna bilər. Yəni ümumilikdə statistikamız, yəni bayaq da dediyim ki, bu review'unu çalışın göz yaddaşınızda nə edəsiniz, yadda saxlayasınız. Ola bilər şəkil düşər, deyər ki, bu hansı lent tabına və yaxud hansı lent qrupuna nə deyim, məxsusdur. Sonra view lent tabımız. Burada əsas hissələrimiz nələrdir? Gəlin bundan izah edeyim sizə. Baxın, view lent tabımızda ümumiyyətlə bizdə diqqətli olun nədən? Artıq Word-dan başlayaraq siz görünüş rejimlərini, yəni Word-ü daxil olmaqla oxuyun ki, Excel-də keçəndə, PowerPoint-də keçəndə sizə qarışıq gəlməsin bunlar. Yəni ayrı-ayrılıqda seçə bilərsiniz. Read mode-da ümumiyyətlə bizdə 5 dənə nəyimiz var? Görünüş rejimlərimiz var. Bu görünüş rejimlərinin hamısını mən dərsdə göstərdim ki, yəni necə görsənir. Read mode-da maksimum bizdə 100-300%-dir. Burada şəkillər, sonra obyektlər, yazılar, hər şey görsənir. Print layout ümumiyyətlə standart halda, yəni biz Word proqramımızı açan zaman print layout görünüş rejimində olur. Web layout bizdə 100, daha doğrusu 10-500 aralığında dəyişir bizim faizimiz. Yəni web səhifə formatında açmaqdır. Outline bizdə hər hansı bir İşarə, baxın, xüsusi işarə sözünü görən kimi avtomatik olaraq outline götürə bilərsiniz. Burada xətt şəkillər nə edir? Yoxa çıxır, obyektlər yoxa çıxır. Sonra draft nədir? Draftda da yenə də şəkillər, obyektlər görsənmir, yanba yazılar görsənir. Yəni bu iki outline-dır, draftdır. Bunlarda mətnlər, yəni yazılar, simvollar görsənir. Sadəcə nələr görsənmir? Şəkillər, obyektlərimiz görsənmir. Outline-da ümumiyyətlə xətt şəkillərimiz nə etmir? Görsənmir. Onsuz bunu qısa qeyd kimi mən növbəti slaytda nə etmişəm? Göstərmişəm. Bu hissələrimizi də yenə də çalışdığınız qədər göz yaddaşınızda, yəni şəkil olaraq yadda saxlayın və hərəsini bir cümlə şəklində nə etmişəm? Qeyd etmişəm. O qədər də çətin bir hissəmiz deyil. Sonra burada var bizim xəttkeşlə bağlı əməliyyatımız. Yenə də baxın, şəkli əlavə etmişəm.
Burada həmin əmrlərin, yəni bir əmrinin adı nədir, daha doğrusu şəkildə olan adı nədir, 2-nin adı nədir, 3-ün adı nədir və onların funksiyalarını elə bilmək sizin üçün kifayətdir. Help link tabı təbii ki, kömək link tabımızdır. Sonra baxın bu hissələr alt, demək ümumiyyətlə biz belə deyək də, klaviaturadan dilimiz onsuz bunu mən Word-də, Word yox, daha doğrusu Windows-da izah etmişdim ki, Alt Shift-lə biz nə edirik? Klaviaturanın dilini dəyişə bilərik və yaxud bəzən kompüterlərdə Win Space bar və yaxud Ctrl Shift-lə də biz dilimizi dəyişə bilərik. Yəni klaviaturanın dilini dəyişə bilərik. Ümumiyyətlə bu Avqust imtahanda düşmüş suallarımızdandır. Yəni bu hissələrə necə deyirlər, tam necə deyirlər, fikrinizi toplayaraq oxuyun bu hissələri. Yəni sözü seçmək üçün nə etmək lazımdır? Cümləni seçmək üçün, yəni qarşısında olan cümlələri mütləq şəkildə yaxşı bilməlisiniz. Sonra kontekstual əlavə tablarımız yenə də, məsəl üçün mən sizə dərsdə cədvəl açdım. Cədvəl açan zaman dizaynımız, layoutumuz, dizaynda nələr oldu, layoutda nələr oldu, dizaynda ümumiyyətlə rəngini dəyişmək, arxa fonunu, yəni hər hansı bir belə deyək də, xananı seçirik, xananın rəngini dəyişmək və sair kimi əməliyyatlar. Layoutdan da biz belə deyək də, cədvəlimizə əlavə sətir, əlavə sütun və qəbul suallarında da düşmüşdü. Biz demək sətir deyəndə baxın, sətir ümumiyyətlə baxın bu sətirdir, bu sütundur. Sütun deyəndə sağ, sol sözünə baxacaqsınız. Yəni right, left sözünə baxacaqsınız. Amma sətir deyəndə above, yəni yuxarı və yaxud below sözünə baxacaqsınız. Below aşağı deməkdir, above isə yuxarı deməkdir. Sonra keçdik növbəti hissəmizə. Yəni bu əmrləri nə etməlisiniz, bilməlisiniz ki, hansı əmr olanda hansı kontekstual tablarımız açılır. Sonra seçilmiş abzaslar, ümumiyyətlə biz mətni seçmək üçün Ctrl-A-dan istifadə etməliyik. Ctrl-A bütün mətni seçmək üçündür. Düzbucaqlı seçmə üsulumuz var. Baxın şəkil 2-dəki kimi. Yəni mən yalnız düzbucaqlı şəkildə seçə bilərəm. Biri var, istədiyim yerləri seçəm. Yəni tam olaraq götürə bilərəm. O heç o ayrıca bir hissəmizdir. Amma düzbucaqlı şəkildə seçməyim üçün mən alt düyməsindən nə etməliyəm, istifadə etməliyəm. Seçilmiş abzaslar qəbula düşmüş bir sualımızdır. Baxın Shift Alt, bəzən tələbə abzas sözünü görən zaman ya Shift Ctrl götürür, nəsə belə qarışdırır. Amma mən sizə necə yadda saxlayın deyərəm. Baxın abzasla A hərfi ilə başlayır. Yəni altla, demək abzas sözü görən kimi avtomatik olaraq alt sözü olmalıdır. Amma alt Shift olmalıdır. Niyə? Çünki seçilmiş deyir. Yəni ümumiyyətlə seçilmiş deyən zaman siz orada Shift sözünü nə etməlisiniz? Axtarmalısınız. Yəni Shift düyməmizi nə etməlisiniz? Axtarmalısınız. Shift Enter yeni sətr yaradır. Baxın bu cümlənin altından qoşa xətt seçmək üçündür. Demək bu nə olacaq? Double streak. Yəni bu əmrimiz adı ola bilər. Əsasən bunları nə etməlisiniz? Adlarını, daha doğrusu düymə kombinasiyalarını bilsəz, sizin üçün nədir? Kifayətdir. Yenə də baxın bir bu, bir də bu nədir? Sizin üçün vacibdir. Yəni bu oktyabrın imtahanda düşə bilər. Düşmə ehtimalı çox olan hissələrimizdən biridir. Baxın burada sizin üçün konspekt halında gətirmişəm ki, görünüş rejimlərimizdə nələr görsənir, nələr görsənmir. Artıq siz bunları oxuyacaqsınız. Mən dərsdə sizdən bunları bir-bir nə edəcəm, soruşacağam. Və aşağı hissədə diqqətli olsaq, ümumiyyətlə sağdakı simvollar delete silmir. Yəni daha doğrusu delete funksiyamız sağdakını silməkdir, kursorda sağdakını. Amma soldakını silmək isə backspace-dir. Amma sözün əvvəlinə də silmək Ctrl backspace-dir. Sözün sonuna da silmək isə Ctrl delete-dir. Bir də bu son hissəmiz Word-də qısa yollarımız. Yəni bayaq dedim axı, yəni Word-dən bizə nə düşə bilər? Düymə kombinasiyaları düşə bilər. Onsuz bunların hamısını edə bayaq deyə gəldim. Yenə də son olaraq, yəni bunu da oxuyaraq siz Word proqramını nə edə bilərsiniz? Yekunlaşdıra, yəni tam olaraq mənimsəyə bilərsiniz.